Bismillahirrahmanirrahim. Mehriban və bağışlayan Allahın adı ilə və yadı ilə. Siz əziz izləyicilərə, yoldaşlara salam ərz edirəm. Deyir ki, cahilə təbliğ irfan eyləmək asan deyil. Didə-i xuffaş üçün zülmət ziyadən yaxşıdır. 12 gün savaş bizlərə çoxlu dərslər və öyrənməli sözlər öyrətdi. Demək olar ki, bu 12 gündə biz hüviyyətlə savaşın və döyüşün münasibətini incələsək, belə deyə bilərik ki, bu 12 gündə bu vətəni qorumaqda və saxlamaqda müsəlman, türk, hüviyyət tələblər və ədalət axtaranlar İranın tamamiyyətini sevənlər meydandaydılar və bunlar özlərini göstərdilər. Demək olar ki, burada hüviyyətlə vilayətin də ilgisi oldu, yəni birliyi oldu. Dövlətlə də hüviyyətin bir birliyini biz burada görə bildik. Amma heç vaxt unutmarıq o insanlardan və o etniklərdən ki, İsrailin vurmasından bu məmləkətdə sevinirdilər. Öz vətəndaşları, öz soydaşları qırmaqla, qırılmaqla və özgələrin ayağını bu məmləkətə açmaqla bunlar sevinirdilər. Biz gördük ki, bu 12 gündə elə casuslar öz sistemin və nizamın içində olanlar və bir para insanlar ki, ayrı etniklərdən və qovmiyyətlərdən tez allanmış insanlardılar ki, bəlkə elə pəhbadı o kaka tumanların içində dolandıranlar və bu məmləkətin torpağının bütünlüyünə qılış çəkənlər biz onlardan gördük. Azərbaycan və Türk milləti həm Azərbaycanda və həm İranın bütünlüyündə demək olar ki, bu birliyi yaratdı ki, özgələr və özgə əllər bizlərə layiq deyir ki, hökmranlıq eləsinlər. Bizim öz içimizdə kavqamız və demək olar ki, sözümüz, savımız olsa da öz içimizdə həll etməliyik. Unutmuruq ki, bir para əllər əfqanlıları bu məmləkətə doldurmaqla həm istəyirdilər ki, bu bir kudetaya bənzər bir işlər görsünlər, həm bu məmləkətin demək olar ki, o cəmiyyət baxımından bunu neynəsinlər, dəyişdirsinlər. Amma əllər oxundu və təbriklər olsun hörmətli rəis cümhurumuza, Döktür Pezeşkiyana ki, 2-ci Nadir Şah kimin bəlkə 1 milyondan çox əfqanlıları öz məmləkətlərinə göndərdilər. Bunlar əziz insan da olmuş olsalar da öz məmləkətlərində olmalıdırlar. Bizim məmləkətimizdə ucuz işləməklə bir sıra bizə fərhəngi problemlər və müşküllər yaratmaqla əlbəttə ki, bu son işdə özlərini göstərdilər və özgələrlə birlik qurdular. Yenə də unutmuruq, Ağay Hüseynpur ki, demək olar hörmətli rəis cümhurumuzun müavini olaraq
gəlib bizə dərslər verir. Azərbaycan bu İranı qoruyan yiğitləri becərdib və becərdir. Abbas Mirzasından tut, Qacarından tut, ta gəlcinən Sipah-ı Aşuranın içində olan Bakiridən, Yaxçıyandan, Təcəllaidən və digərlərindən. O bizə yetməz və onun dərsləri heç zaman bizlərə yer almaz. Buna görə ki, əgər onun dostları Ərbildən dəstur alırsa da, Tehran elə bizimkidir. Biz də öz mənafeyimizi Tehranda və İranda qoruyub və onu axtarırıq. O getsin minlər dəfə rəis cümhurumuzdan təşəkkürlər eləsin. Buna görə ki, əgər bizlər ona rəy verməsəydik, əgər o riyasət cümhurluq semətini qazanmasaydı, siz də o müavinətdə əyləşməyəcəydiniz. Buna mütməin olun ki, Azərbaycanın öz içində elə yiğitlər, elə böyüklər, elə güclü insanlar vardılar ki, sizin yerinizdə otura bilərlər və sizdən də çox yaxşı düşünə bilərlər və İranın mənafeyini və bütün millətlər ki və etniklər ki və qovumlar ki İranın içində yaşayırlar, onları neyniyəsinlər? Qorusunlar. Mən özüm reis Setad Azərbaycan İran 4 dənə ustandə olaraq neçə yüz nəfərə hökm vuraraq bu sözü sizə deməliydim. Amma bizim istəyimiz o zaman elə döktürdən də videolarımızdan da buydu ki, biz köklərə getməliyik. O köklər ibarətdir bundan ki, 48-ci əsli biz yerinə qoymalıyıq. 48-ci əsl tozii adilanə servətdir bütün ustanlarda. Siz hər ustana gedirsiniz, orada oranı bir rəngidə görürsünüz. Niyə belə olmalıdır? Bunlar ədalətsizlikdən və təbizin çoxluğundan ağlayırlar və yanırlar. Ola bilməz Ommandan suyu çəkəsiz, gətirəsiz İranın o orta fəlatına, İsfahana kimin qədər gətirəsiz. Burada Azərbaycanda Urmu gölü bizim gözümüzün qabağında yana. Demək olar, gələcəkdə hələ biz içmək suyumuzu təmin etməkdə də bir ağır böhranları keçirtməliyik. Əkinçilərimiz, bağçılarımız indi baxırıq, görürük ki, bu su krizi ilə və böhranı ilə demək olar yaşayırlar. Və biz bunlara nə zaman fikr eləməliyik? Ola bilməz Kirmanda, İsfahanda yollar gözəl, asfaltlar qəşəng olsun, amma Tehrandan Makuya qədər maşınlar çalağın içində getsin və adını da qoyaq Beynümnəli yol. Bu əsli 48-ci əslən bunun müğayirəti vardır. Ola bilməz bizim mədənlərimizdən, süngündən, əndircandan və digər mədənlərimizdən daşlar çıxa və gedə o mərkəznişinlərə və bizim burada uşaqlarımız hamısı bekar qalalar. Ya bir nəfər istəyə başdan bir vam götürsün, Azərbaycanda 50 tümən, 100 tümən onu alanmasın. Amma o birisi ustanlarda və İsfahan, Kirman kimi yerlərdə çox rahatçılıq ilə getsin, 200 milyon, 300 milyon rahatçılıq ilə vam alsın. Bunun kökünü həll etmək lazımdır. Kökü həman bir komitə idi ki, qurulmalıydı, 48-ci əsli yerinə qoymalıydı, bütün ustanları mütaliəyə gətirməliydi və deməliydi ki, biz bu ustanlarda neynəməliyik ki, ədaləti yayaq. Niyə? Çünki ədalət ummul fəzaildir. Ədalətdən üstün bir fəzilət yoxumuzdur. Ədalətlə hökumətləri ölçürlər, ədalətlə dinləri ölçürlər, ədalətlə insanları ölçürlər. Bütün ərdəmlər və fəzilətlər gedir o ədalətə dayanır. Hər halda
Biz bu 12 gün savaşta gördük ki Türk Müslüman hüviyet talep, hüviyet aktaran ve milli menfaatlerini koruyan insanlar özellikle Azərbaycanda çox açıq meydana çıxdılar. Niyə ki bunlar düşmənlə birlik yapmadılar və demək olar ki özlərini, öz gələcəklərini hakimiyyətin gələcəyi ilə bir yerdə meydana qoydular. Biz bunu Türkiyədə də gördük. Türkiyə də elə İsraili qınadı və onu da neynədi? Məhkum elədi. Biz gördük ki Azərbaycan, onun böyük rəis cümhuru özü dedi ki biz buradan İsrailə biz heç yardım eləmədik. Buradan uçaqlar demək olar uçmadılar və bunu Döktür Pezeşkiyan özü də getdi, incələdi və çıxartdı və gördü ki onlar da elə İranın dalısında durdular və ona dəstək verdilər və İsrailin bu hərəkətini neynədilər? Məhkum elədilər. Əlbəttə burada İran şəhri düşüncəsi ilə də biz demək olar kəl-kəl vurmalıyıq. Axı İran şəhri düşüncəsi şubiyyənin bir budağıdır. Şubiyyə ki bizi candan salır, bizi nəfəsdən salır, bizi gücdən salır, bizi hər kimlə eləyə bilir düşmən saysın. Şubiyyəni biz demişdik, anti-ərəb, anti-İslam və anti-türk bir şeytani və tağuti və səlibi bir məktəb olaraq hər yerdə türk adı gəlir, elə bir cinə dəmir göstərirsən. Bunlar hazırdılar türkün adını eşitməsinlər, izini görməsinlər, amma getsinlər qərbin və səlibilərin düşüncələrinin içində olsunlar və onların qucaqlarında əyləşsinlər. Bu şubiyyədir. Şubiyyə ki qoymur İran eləyə bilsin ərəblərlə və türklərlə və Turanla eləyə bilsin o ilgiyə və o birliyə geçsin və güc qazansın. Şubiyyədir, İran şəhridir ki bunun gücünü təhliyir və bunu neyniyir? Xurə kimi geçib onun bədəninə bunu gücüdən salır. Burada elə o iti gedənlər, paydarilər, İran şəhrilər, bunlar hamısı ki sizi savaşa çağırırlar. Savaşa çağırırlar, onlar elə bu şubiyyənin içində əyləşirlər. Niyə? İnsan gərək öz gücünü hər halda nəzərdə almalıdır. Çin o böyüklüyündə Amerika ilə kəl-kəl qoymur, o böyüklüyündə. Biz bu 46 ildə bütün şüarları ki verirdik, biri-birini vursa, heç zaman siyasət aləmində də deməz, mən səni vururam. Vur oğul dədiyə baxmaz, qədimdən deyiblər. Elə biri-biri ilə qonşu ola, hər gün sübh çıxa deyə ki, mən səni vuracam, mən səni vuracam. O qonşu da bir gün fürsət tapar, insanı neyniyər, təhliyər, orada vurar. Hər halda biz o hökmranlıq baxışımızda əlbəttə ki bir islahat aparmalıyıq. O islahat budur ki, milləti ki meydana gəldilər və bütün varlığı ilə bu 12 gündə özlərini göstərdilər, göstərdilər. Onlara dəstək olmalıyıq, onların həqlərindən, təbii həqlərindən difə eləməliyik. Ən birinci təbii həqlər insanın məişət həqləridir. Axı siz bir qarməndə bir işləyənə 15 milyon verib, özünüz də 30 milyon xətti fəqri tərifləsəz, elə 15 milyonunu siz boşlu çıxartdınız. Axı ola bilməz bir insan 152 il işləyə Tahiranda ev sahibi ola. Bunları biz həll eləməliyik. Həll eləməsək, yəni insanlarımızın dəyərlərini, o qabiliyyətlərini azaltmışıq və onlarda bu yetənəyi yaratmışıq ki, eləyə bilsinlər özlərini ucuz digər fikirlərə, digər düşüncələrə neynəsinlər, satsınlar. Biz bu tərsə düşüncədən qurtulmalıyıq. Tərsə düşüncə odur ki, güc millətdən qaynaqlanar
və millətə də bizlər dəyər verməliyik, gücləndirməliyik, ekonomi baxımından, rifah baxımından bu millətə yetirməliyik. Hər halda biz gördük ki, demək olar bu şərarət mehvəri elə İsrailin özüdür. Bu bir dənə har itkimin Amerikanın əlində bunu ötürüb bütün ölkələri neyniyir, tapdalayır. Elə oradan Lübnanı tut, indi Suriyəni tut, Yəməni tut, İranı tut və bunun qabağını almasaq və alınmasa əlbəttə ki, ağır ziyanlar və xüsranlar görməliyik. Amma bu İsrail demək olar ki, bir ağır məktəbin içində təriflənir. O da kapitalist məktəbidir. Kapitalist məktəbi ya həman sərmayə demək olar məktəbi, o savaşla, cənglə həyat tapır. Onun şah damarında savaş olmasa o aradan getməlidir. Bu kapitalizmin həyatıdır. Ona görə bu hər yanda savaş yaratmalıdır. Və hər yerdə də ki, onlar sülhüdən və barışdan danışsalar, onun dərin aklında bir ağır savaş vardır. Onu bizlər oxumalıyıq. Amma o kapitalizmlə biz belə bir teknolojik savaşı qabağa aparamırıq. Niyə ki, bizim gücümüz azdır. Amma eləyə bilərik biz fəlsəfi savaşlar aparaq. Yəni Təbriz məktəbi ilə. Bir məktəbi ki, onun içində ulum-i dəqiqəsi var, qeyri dəqiqəsi var, onun milli fəlsəfəsi var, milli hikməti var, milli irfanı var, milli İslamı var, milli əxlaqı var, milli hünəri var, milli mimarisi var, milli musiqisi var. Hər cəhətdən bu güclü bir məktəb olaraq demək, bunun Rəb-i Rəşidisi var, bunun Gülüstan bağı var ki, onun altında yüzlər şeydai ariflər olub. Axı Təbriz məktəbi bu milli irfandan, milli fəlsəfədən, Şəms-i Təbrizin düşüncələrindən qaynaqlanıb. Bu elə güclü məktəbdir ki, eləyə bilər kapitalizmin qabağında oxusun və öz teori düşüncələrini ortalığa qoysun. O cümlədən təsahül və təsamuhdur. Yəni biz hər zaman türkdən danışırıq, bu anlamı daşımır ki, ırqıçılıq var bunun içində. Bu anlamı daşımır ki, türk hər şeydən üstündür, ya pan-türk mənfi anlamda bunu daşıyır. Yox, türk deməkdə, yəni bir əqlaniyyətə biz dayanırıq ki, neçə min il tarixin o keçmişində türk buna əl tapıbdır. Bu əqlaniyyət eləyə bilər bir yaxşı hökmranlıq yaratsın, bir mentaliteyi hakimiyyəti yaratsın. Bu əqlaniyyətin içində əlbəttə etidalı düşünmək, ədaləti istəmək, zülmlə qarşıya getmək, təsahül, təsamuh və təavun vardır. Bu təsahül və təsamuh əlbəttə ki, masonların təsahül və təsamuhu ilə çox fərqlidir. Çünki masonlar deyirlər ki, əslən haqqı batili yoxdur, pəs təsamuhdur. Yox, bu ordugahda təsahül və təsamuhda haqqı batil vardır. Haqqı batil vardır, amma digər dinlərə və digər dillərə və digər düşüncələrə yol açmaqdır. Və siz baxırsınız, görürsünüz ki, çox rahatçılıqla bir yəhudi türk hakimiyyətində gəlir, post alır. Bir Məsihi gəlir, müşavir-i əzəm olur orada. Bu, bunun geniş əqlaniyyətindən qaynaqlanır. Bu geniş əqlaniyyətdir ki, eləyə bilər, demək olar bu İran toprağını hökmranlıq eləsin, yönətsin və bunu parçalanmağının qabağını alsın. Amma təəssüflər olsun ki, bu şubiyə, demək olar İran şəhri düşüncəsi elə keçib bunun demək olar içinə ki, bunun ayırmağı çox çətin bir cərrahlığa ehtiyacı vardı. Çünki bir təmyiziyanman sərvərən, sahibi xər ra be cayı xər bərən. O Mevlana'nın sözüdür. Bu İran şəhri düşüncə eyni bir cürdür ki, insanları neyniyir?
tərsə görür və tərsə başa salır. Deyçün əyarsız anlamazlar başlılar, tutsalar eşşək məni, yoxdur əyar. Bunların əlində bir əyar yoxdur. Əgər bir insanı eşşək əvəzinə tutalar, pəs bu həman şuubiyyənin düşüncəsi, anti-ərəb, anti-İslam və anti-türk düşüncəsidir ki, biz bunu nəqd eləməliyik. Bu nəqd eyni buna bənzəyir ki, deyib bir nəfər moketi götürmüşdü, buna möhkəm ağac çəkirdi, bir dənə palaza möhkəm ağac çəkirdi. Bir nəfər dedi ki, axı bunu ağacla vurdun, bunu sən dağıtdın. Deyir, yox baba, mən ağacla, bu moketlə ya palazı ya fərşi dağıtmıram. Mən bunu vururam ki, bunun tozu tökülsün. Demək olar, əgər biz hökmranlıqda bir qıssaca nəqdlərimiz olur və bu istəməyimizdən və şəfəqətdən qaynaqlanır. Buna görədir ki, istəyirik o şuubiyyə və İran şəhri tozu bundan təmizlənsin, ta ədalət orada üzə çıxsın, təb'iz aradan getsin, ırqıçılıq aradan getsin. Ona görədir ki, deyir ki, bərnəməd çubi ki an ra mərd zəd, bərnəməd an ra nəzəd, bərgərd zəd. Yaxşı, o nəmədə vurmurdu, toza, toprağa vururdu ki, ondan neynəsin? Düşsün. Ona görə biz o zamanda Döktür Pezeşkiyandan ki, himayət elədik, indi də elə öz himayətimiz o böyük insandan, sadiq insandan yerindədir, bərqərardır. Amma istəklər var bu vəsətdə. Ola bilməz Azərbaycan mahalı türklər yığışsınlar, tamam qəd vücudu ilə sandıqları rəqsə gətirsinlər, rəylər versinlər. Amma burada bir uşağına istədiyi adı qoymaz. Axı bunun bir xəzinəsi yoxdur. Bunu çox rahat vəzir irşada yazmaq olar ki, ağa, Azərbaycanda ya türklərin içində ad qoymaq azaddır, uşaqlar öz adlarını qoysunlar. Axı bu tərh bəsəndəki amuzuşu pərvərişdə biz neçə dəfə dedik, ay dötür, bu insanları gətirməyin, bunlar sistem o təlimi tərbiyyəti dağın eləyən insanlardır. Bunun qabağında biz dayanmalıyıq. Hər halda bir para xəzinəsiz işlər vardır ki, görmək olar və bu milli düşüncəni türk yerlərində və xüsusən Azərbaycanda bu ürəkləri və bu könülləri yenidən qazanmaq olar. Biz İslamlıq, türklük, müasirlik şüarı ilə meydana gəlmişik, düşüncəsi ilə meydana gəlmişik. Yüzlərdən çox videolar mən Instagramda, YouTube'da qoymuşam. 600 dənədən yuxarı məqalə milli fəlsəfəmizdə, milli hikmətimizdə, milli irfanımızda, milli hökmdarlığımızda, milli elmiçiliyimizdə, milli siyasətçiliyimizdə, milli irfanda, Təbriz məktəbində, milli məktəbdə, milli dil və ədəbiyyatımızda yazmışam. Mən 4 dilə təsəllütüm var. 4 dildə yazıb, pozub və danışıb və oxuya bilib və çıxış apara bilərəm. Və demək olar ki, vətən sevdasında bu işləri görürük, yazırıq. Niyə? Tərsə düşüncədən qurtulaq. Doğru düşüncələrə yol aparaq. Biz demək olar türklük deməkdən demək olar mərifəti türkün varlığını ortalığa gətirməkdir. Onun hikməti, onun fəlsəfəsi, onun irfanı, onun əxlaqı, onun törəsini meydana gətirməkdir. Biz İslam deməkdə, milli İslamdan danışmaqda şuubiyyənin qabağında bir qolçaq və qondarma İslam qabağında dayanmaqdır. Məyər o zaman rəhmətlik imam demirdi İslami Amerikayı və İslami Nabi Muhammed. O həzrət də özü bölürdü bunu. Pəs demək olar ki, bu həmən İslamdır ki, elə ərəblərin öz içində baxsaz, görürsünüz, modern dünya ilə barışıblar, inkişaflar eləyiblər,
Qətərində, Kuveytində, Ommanında, Bəhreyndə, Ərəbistanında, İmaratında, Malezidə, Endoneziyada, Türkiyənin özündə, Azərbaycanda və bu həman İslamdır. Onlar heç zaman İslamı küçük qoymayıblar qırağa. Amma bu İslamı modern dünya ilə, dünyanın gələcəyi ilə çox rahatçılıqla barışdırıblar. Türk İslam, milli İslamdan məqsəd belə bir İslamdır. Təhqiqi bir İslamdır. İnsan təhqiqlə ona çatmalıdır. Bunun böyükləri Türk dünyasında Şeyx Şamil kimin, Şeyx Mərcani kimin, Tüntəri kimin, İsmail Qaspıralı kimin, Yusuf Aksora kimin insanlar becərdib və böyüdübdür. Ona görə biz bu İslama sahib durmalıyıq və Qur'anı tərsə düşüncələrdən qurtarmalıyıq. Ona görədir ki, bu İslamlıq, türklük və müasirliğin də anlamı demək olar budur. Mən çox xoşluram ki, demək olar ki, Döktür Pezeşkiyan Şəhriyardan o şeiri oxudu. O şeir elə onun özünə xitabdır ki, o kişi bir belə çətinliklərin içində bəlkə də tək qalıbdır ki, belə bir şeiri Şəhriyardan özünə oxuyurdu. Bir uçaydım bu çırpınan yel ilə, bağlaşaydım dağdan aşan sel ilə, ağlaşaydım uzaq düşən el ilə, bir görəydim ayrılığı kim saldı, ölkəmizdə kim qırıldı, kim qaldı. Sənin tək dağa saldım bu nəfəsi, sən də qaytar göylərə sal bu səsi, bayquşun da dar olmasın qəfəsi, burada bir şir, burada bir şer darda qalıb bağırır. O şir ya şer bu Döktür Pezeşkiyanın özüdür. Darda qalıb və bağırır və biz buna səs verməliyik və dəstək olmalıyıq. Burada bir şer darda qalıb bağırır, mürüvvətsiz insanları çağırır. İnşallah ki, biz də mürüvvətsiz olmalıyıq, mürüvvətli insanlar olub və o kişiyə dəstək olarıq. Sağ olasınız.